Danışacağım. Hamı deyəcək ki, yalan deyirsən, ad çək. Adın çək. Əzizlərim, ad çəkməyə ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Hər şey göz qabağındadır. Özünüz görürsünüz ki, show biznesdə gah vəziyyət limonlu olur, gah turşa şirin olur, gah kəm şirin olur, gah urutca olur, gah ingiliscə olur. Özünüz görmürsünüz, arxaları böyük, dırnaqları uzun, nə bilim, ər oğurlayan, nə bilim, atası tanınmayan uşaqlar, bolluca, nələr baş verir də. Ona görə mən nə ad çəkim, özünüz görürsünüz də, hər şeyin şahidi olursunuz. Qısa və konkret danışacağım ki, bu yaxınlarda iki müğənni bir oteldə olub. Birinin arxası da çox böyükdür. Özdə belə nazla oteldə yer yermişdi otaqda. O birisi də ona baxır. Deyir, Allah bel bu qədər arxana boyda. Deyir, o qədər iyrənc görünür. Səhərə qədər deyir, getdi tualetə, gəldi. Getdi tualetə, gəldi. Deyir, iydən deyir, sizə mənə baxsın, nəcis iyindən deyir, otaqda oturmaq olmur. Deyir, qapılar bağlansa da tuvaletin, ayaq yolunun, tuvaletin qapıları. Deyir, o balacı deşiklər var, oradan deyir, yol tapıb gəlirdi də, mənim yatağıma qədər yaxınlaşırdı o qoxu. Deyir, onun özündən gələn qoxu, lap dəhşət idi. Deyir, o boyda arxa olar. Ay, deyir, o boyda arxa olar. Bu arxanın, deyir, qoxusunu yığışdırmaq olar. Deyir, onun arxasından gələn qoxu 40 dənə İngilis tuvaletini gətirib birləşdirəsən, o qoxu gəlməz ki, deyir, o arxasını böyüdüb, oğlum, bu boyda. Deyir, onun özündən bir qoxu gəlirdi. 3 gün biz o yolu getdik, gəldik, mən ona baxıb yemək yemirdim, iyrənirdim. Çünki o qoxu onu hopmuşdu. Əzizlərim, bu arxanızı az böyüdündə, hamı, bunu etiraf edirlər ki, arxaları böyük olanlar var, onlarda nəcis iyi gəlir, tuvalet iyi gəlir, ayaq yolu iyi gəlir. İnsanları bu iyin xəstəliyinə yoluxdurmayın. İnsanları bu ifunətin, nə bilim, kəskin yenə də deyirəm, qoxusuna yoluxdurmayın. İnsanlar bir tikə çörək yemək istəyir, havallıqla yesinlər. İnsanlar o çörəyi həzm edəndə doğrudan da hiss etsinlər o yediklərinin gözəlliyini, gözəl o qoxunu hiss etsinlər, təamı hiss etsinlər. Siz niyə bu insanları bugünə salırsınız? Sizi nədir məcbur edən? Qoxluya hər yeri gəzirsiniz. Sara Səfra Bahadurdan bu qədər. Deyin ki, yalan deyirəm. Arxaları böyük olanlar, onların yanında olanlar. Deyin ki, Sara Səfra yalan deyir. Sizdən qoxu gəlir.